Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya ve mursalin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ve sellem. Rabbi şrahli sadri ve yassir emri. Ve ahlul uqdeten min lisan yefqahu qavli emme ba'du. Əziz dəyərli müsəlmanlar, bu gözəl gündə Ramazan ayında hamınızı xoş gördük. İnşallah qısa olaraq tövhid haqqında danışmaq istəyirəm. Çünki bu mövzu bəzilərinə qəribə gəlir, bəzilərinə bu mövzu, bu məsələ qeyri-adi gəlir. Subhanallah, bu məsələdən, tövhiddən danışanda bəzilərinə ağır gəlir. Tövhid məsələsi, mövzusu qeyri-adi bir məsələ, mövzu deyil. Yəni, tövhid, yəni İslamın özüdür. Yəni, bir insanın həyatında tövhid olmarsa, la ilahə illallah olmarsa, onun Allah dərgahında etdiyi bütün əməllər, ibadətlər Allah dərgahında heç bir məqbulu, mənası yoxdur. Tövhid Allahı ibadətində, itaətində, etiqadında təkləşdirməyə deyilir. Məhz Allah Azə və Cəllə bütün peyğəmbərləri, Nuhdan tutmuş bizim sonuncu peyğəmbərimiz Məhəmməd s.ə.v-i hər bir qəbilə, tayfiyə tövhid üçün göndərib. Allah Azə və Cəllə buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ أَنْ يَعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir qövmə peyğəmbərlər göndərdik ki, Allah ibadət edib, şirkdən, küfrdən çəkilsinlər, yəni tövhid üzrə Allah'a ibadət etsinlər. Və tövhidin növləri haqqında danışmaq istəyirəm. Və burada da görsənir, tövhidin 3 qismi var. Rububiyyət tövhidi, uluhiyyət tövhidi, bir də Allah Azə və Cəllənin ad və sifətlərində olan tövhid. Deyir, əgər mümin bunu bilərsə, hətta tövhidin iç qismini öyrənmərsə, yəni Allahın təkliyini təsdiq edərsə, Allahın onun Rəbbi və Tanrı olduğunu, həqiqi ibadətlərə layiq və qadir olduğuna, Allahın gözəl adlarına və uca sifətlərinə sahib və malik olduğuna heç bir şək şübhə etmədən və tayı bərabəri olmadığına iman gətirərsə, yəni bu ona tövhid əhli olaraq kifayətdir. Yəni adam və tövhid əhlidir, lakin tövhidin bu üç növünü bilmir. Yəni bu ona kifayətdir, lakin tövhidin üç qismini bilmək, tövhidin bu üç qismini bilmək ən gözəl elmlərdəndir. Yəni bildiyimiz kimi elm nurdur. Ən gözəl elmlərdən, nurlardan da biri tövhidin bu üç qismini öyrənmək və ona əməl etməkdir. Birinci tövhid rububiyyət tövhididir. Yəni, rububiyyət tövhidi hər bir kəsin, hətta müşriklərin qəbul etdiyi Rəbbin təkliyidir. Hər bir bəndə, qul Allahın yaradan, ruzi verən, hər şeyi yaradan olduğuna nə edir? İman gətirir. O cümlədən göyləri və yerləri yaradan, cinləri və bütün Adəm övladını yaradan Allahın olduğunu bilir. Necə ki, Allah Azə və Cəllə buyurur ki, Allahu xaliqu kulli şeyin. Allah hər şeyi nədir? Yaradandır. Və başqa bir ayədə Allah Azə və Cəllə buyurur ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُونَ Allah. Hansı ki, müşriklərə deyiləndə ki, sizi kim yaradıb? Onlar nə deyirlər? Deyirlər ki, Allah. Yəni, müşriklər bunu etiraf edirlər. O cümlədən hətta Allah Azə və Cəllə müşriklər haqqında buyurur ki, Mən yərzukum minəs-səməyi vəl-ardə, əmmən yəmliku səmə vəl-əbsara, və mən yəxrucul həyyə minəl-meyyiti, və yuxrucul meyyitə minəl-həy, və yubəddurul əmra fəsəqulun Allah. Hansı ki, müşriklər haqqında Allah Azə və Cəllə buyurur ki, sizə göylərdən və yerdən ruzi verən, yəni ruziləndirən, gözlərin və qulaqların sahibi olan, öldən diri, diridən ölü çıxardan, bütün işləri idarə edən kimdir? Müşriklər nədir? Onlar mütləq Allah deyərək cavab verir. Yəni, Məkkə müşriklərinə sahabələr sual verəndə ki, sizləri kim yaradıb, göyləri və yerləri kim yaradıb? Onlar mütləq Allah deyərək cavab verəcəklər, cavab verirdilər. Yəni, onlar, yəni müşriklər etiraf edirdilər ki, onlara Rəbbi olan Allah Xaliqun və Razzaqun. Allah yaradandır, ruzi verəndir, dirildəndir, öldürəndir, onları ruziləndirəndir, bütün işləri yoluna qoyandır. Lakin yəni onlar İslam'a daxil olmadılar.
İslam'a daxil olmadılar. Çünki onlar tövhidin ikinci qismi olan tövhidül ibadəti, ibadət tövhidini, ibadətində Allahı xüsusiləşdirmək olan la ilahe illallahı, la ilahe illallahın da mənası olan Allahdan başqa ibadətə layiq haqq bir məbud olmadığını qəbul etmədilər. Yəni riayət etmədiklərinə görə onlar İslam'a daxil olmadılar. Necə ki Allah Azze ve Celle Həz surəsinin sözü bu ayə dəlildir ki, Zəlikə bi ennallahu vel haqqı. Bu onu göstərir ki, Allah haqdır. Və enne mə yəd'una min dunuhu vel batil. Bu onu göstərir ki, Allah haqdır. Ondan başqa ibadət etdikləri, dua etdikləri nədir? Batildir. Və başqa bir ayədə Allah Azze ve Celle buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ. Hansı ki onlara əmr edilmişdir ki, dini sırf Allah'a məxsus edərək Allah'a ibadət edin. Və başqa bir ayədə Allah Azze ve Celle buyurur ki, فَعْبُدُوا اللّٰهَ مُخْلِصًا لَهُ الدِّينَ. Dini sırf Allah'a məxsus edərək ona ibadət edin. Başqa bir ayda Allah Azze ve Celle bu ki, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُ إِلَّا إِيَّهُ. Rəbbin yalnız ona ibadət etməyi əmr etmişdir. Və hamımızın bildiyi Fatihə surəsi. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Ona görə də bu, müşriklərin inkar etdiyi və rədd etdiyi və əleyhinə mübarizə apardığı, onlarla peyğəmbərlər arasında düşmənçilik və kin yaratdığı bir şeydir. İbadət tövhidi. Hansı ki biz tövhid əhli də deyəndə ki, ibadət tövhidində, ibadətində Allahı şərik qoşma, istər salihlər olsun, istər övliyalar olsun, istər mələklər olsun, istər elçilər olsun, Allah hamısına razı olsun. Kim olursa olsun, ibadətində Allaha heç bir şey şərik qoşmayın dedikdə, hətta müşriklərlə bizim aramızda düşmənçiliyi, əleyhinə çıxdığı və nifrət yaratdığı bir şeydir. Ona görə də bu, Allahın doğru yola yönətdiyi və xoşbəxtçiliyi nəsib etdiyi kimsələrdir ki, onlar tövhidin ikinci qismi olan, yəni la məbudu haqqun illallah, yəni ibadətə layiq olan haqq bir məbud yoxdur. Yəni la ilahe illallahı iman gətirdilər. Çünki bu da Allahın onlara doğru yola yönətdiyi və xoşbəxtçiliyi nəsib etdiyi kimsələrdir ki, onlar tövhidin ikinci qismi olana iman gətirdilər. Hansı ki Allah Azze ve Celle buyurur ki, "Və ilahukum ilahu vahid la ilahe illa huvar-rahmanur rahim." Sizin tanrınız tək bir tanrıdır. Ondan başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. O rəhimlidir və mərhəmətlidir. Və başqa bir ayədə Allah Azze ve Celle buyurur ki, qırmızı işarə ilə işarələnən ayələri, "Fə'ləm", yəni bilin ki, "Ənnehu la ilahe illallah", Allahdan başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. "Və estəğfir zənbikə", günahların üçün bağışlanma dilə. Və bu başqa bir ayədə buyurur ki, Allah Azze ve Celle, "İnnehum kanu izə qilə lehum la ilahe illallah yestekbiruna." Yəni ki, onlara deyiləndə ki, Allahdan başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. Yəni, onlar nə edilər? Təkəbbürlük göstərdilər bu kəlməyə görə. Həqiqətən də bəzi insanların da halı belədir. Onlara tövhiddən danışanda onlar bu kəlməyə, tövhidə nə edirlər? Təkəbbürlük göstərirlər, üz döndürürlər. Ona görə təkəbbürlük insanı küfrə aparır, cəhənnəmə aparır. Hətta şeytan Allahın təkliyinə inandı, lakin nə edir? Təkəbbürlük göstərdi. Allah Azze ve Celle buyurur ki, "Əbə və istəkbərə və kənə minəl kəfirin." O təkəbbürlənərək Allahın əmrindən çıxdı və kafirlərdən oldu. O başqa bir ayda Allah Azze ve Celle buyurur ki, "Və yəqulunə əinnə lətəriku əlihətinə li şairin məcnun." Hansı ki müşriklər dedilər ki, biz bir dəliyə, bir şair üçün, yəni qoşduğumuz şəriklərimi, bütlərimi tərk edəcəyik. Hansı ki indi də belədir. Onlara, cəmaata, bəzilərinə tövhiddən danışanda ki, Allah'a ibadət edin, ona heç bir şey şərk qoşmayın. Onlar gah şair deyirlər, gah məcnun deyirlər, gah vahabi deyirlər və bu da Peyğəmbərimizin və sahibələrimizin dönəmində olan bir şeydir.
Və Allah Subhanahu taala başqa bir ayədə buyurur ki, və yəquluna o cümlə Allah Subhanahu kafirlər haqqında buyurur ki, Əcəalə əlihətən iləhə vahidə innə həzə ləşəyn acib. Onlara deyiləndir ki, Allahdan başqa ibadətə layiq haqq bir məbud yoxdur. Onlara bu yəni əcaib gəlirdi, qəribə gəlirdi. Həqiqətən də bəzilərinə görürsən, tövhiddən danışanda bu onlara yəni qəribə gəlir. Nə müşriklər yəni bunu inkar edirlər. Yəni ibadət tövhidini inkar edirlər. Çünki onlar nə müşriklər bütlərə, günəşə, aya, ulduzlara yəni ibadət edirdilər və kafirlərin də növləri var. Məsələn, ərəb kafirləri yəni o vaxtı bütlərə, ölülərə, dağlara, daşlara ibadət edirlər. Məsələn, bizim götürsün, bizimkilər yəni salih kimsələrə Allah ibadətində şərik qoşurlar. Çində məsələn qayalara, heykallara ibadət edirlər. Məsələn, Hindistanda inəklərə, bəzi şeylərə ibadət edirlər. Ona görə kafirlərin də nədir? Növləri vardır. Necə ki Allah Azza və Cəllə buyurur ki: "Əfəraytumul Lətə vəl-Uzzə" Latı və Uzzanı görmədinmi? Hansı ki onlar da bütdür. Və Mənatu Səlisətəl Uxra digərin üçüncüsü olan yəni Mənatı görmədinmi? Ələkumuz zəkər vəl-Unsə onlar qızlar, oğlanlar bizim qızlar sizindir dedilər. Hansı ki bu ədalətsiz bir bölgədir. İnhiyə illə əsməul səmməytumə əntum və bəq halbuki bu sizin və atalarınızın qoyduğu adlardır ki, mə ənzəlallah bihə min sultani yəttəbiyun illə zan. Halbuki Allah Taala yəni ona heç bir dəlil nazil etməmişdir. Onlar ancaq zənnə, öz nəfslərinə uyurlar. Halbuki onlar Rəbbindən doğru yol gəlmişdir. Lat hansı ki bütdür, Məkkə ətrafında böyük büt idi. Yəni ki o salih bir kimsə olur. Yəni arpa sıyığı hazırlayan, həccə gələnlər üçün, zəvvarlar üçün arpa sıyığı hazırlayan, ikram edən salih bir kimsə olur və ona və onun hazırladığı ibadət etməyə, onun hazırladığı yəni qayaya ibadət edirdilər. Və Uzzada yəni Taif ilə Məkkə yaxınlığında bir ağacdır ki, Qureyşlər də ona ibadət edir. Ondan yardım, imdad və dua edirdilər ki, onun içində olan yəni cinlər onlarla danışır və onları nə edirdilər? Azdırırlar. Və o cümlədən Manat da nədir? Mədinə yolunda Qədid yaxınlığında bir daş parçasıdır. Yəni qayadır ki, Qureyşlər və digər qəbilələr, məsələn Əl-Əvs qəbiləsi, Əl-Xazraj qəbiləsi və digər qəbilələr nə edirdilər? Yəni ona ibadət edirdilər. Allah Taala yəni nazil etməklə, yəni ayələr nazil etməklə nə etdi? Onları batil etdi. Ona görə də Peyğəmbər sallallahu Allah Taala ona qələbə verdikdə Kəbəyə daxil olduqda Kəbənin ətrafında sələsə və sittuna sanəmə. Yəni Kəbənin ətrafında 360 büt var idi. Ən böyük bütlərdən də biri də Həbəl büt idi ki, Əbu Süfyan Uhud döyüşündə Peyğəmbər sallallahu dedi ki, "Ə'lə Hubal." Hubal ən ucadır. Qalə Rasulullah sallallahu Peyğəmbər sallallahu onda dedi ki, "Allahu ə'lə və əcəl." Ən uca olan Allah azza və cəllədir. Əbu Süfyan dedi ki, yenə də "Lənə uzzə və lə uzzə ləkum." Bizim uzzamız var, sizin isə uzzamız yoxdur. Sizin isə uzzanız yoxdur. Onda Peyğəmbər sallallahu Uhud döyüşündə dedi ki, "Allah məvlənə və lə məvlə ləkum." Sizin bizim mövlamız var, ağamız var, yardımçımız var, himayədarımız var, sizin isə himayədarınız yoxdur. Ona görə də bu ayələr Allahdan başqa ibadət etdiyi bütün tanrılar, yəni istər ağac olsun, istər daş olsun, istər ölülər olsun, istər ulduzlar olsun və digər bütlər olsun, bunlar Allahdan başqa ibadət etdikləri bütün şeylər nədir? Batildir. Batildir, buna da nədir? Tövhid deyilir. Mənası da la ilahə illallahdır. Lakin müşriklər nədir? Yəni bunu inkar edirdilər. Hansı ki uğrunda mübarizə apardıqları və düşmənçilik yaratdığı və mübarizə apardığı bir şeydir ki, peyğəmbərlər də nədir? Peyğəmbərlər də yəni peyğəmbərlərin də gətirdiyi və dəvət etdiyi bir şeydir.
Ki Allah Azze ve Celle buyurur ki: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir qövmə peyğəmbərlər göndərdik ki, Allah ibadət edib, yəni şirkdən, küfrdən çəkinsinlər. Başqa bir ayda Allah Azze ve Celle buyurur ki: وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِنَا مِنْ رَسُولٍ إِلَّا لِيَعْبُدُوا اللّٰهَ إِلَّا نُوحًا إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللّٰهُ فَاعْبُدُونِ. Hansı ki, yəni biz və səndən əvvəlki peyğəmbərlər göndərdik, vəhy etdik ki, Allahdan başqa ibadət haqq bir məbud yoxdur və mənə ibadət edin. Ona görə də tövhidlə yanaşı Allahın Rəsuluna iman etmək, Allahın Rəsulunun sonuncu peyğəmbər olduğuna şəhadət etmək lazımdır və vacibdir. Həmçinin də Allahın və Rəsulunun keçmişdən və gələcəkdə xəbər verdiklərinə iman etmək lazımdır. Yəni tövhid nədir? Bununla tamamlanır. Yəni bunsuz tövhid yoxdur. O cümlədən də Allahın və Rəsulunun Quranda və səhih sünnədə xəbər verdiyi axirətə, cənnətə, cəhənnəmə, haqq hesaba, mükafata, sırata və digərlərinə iman etmək lazımdır. O cümlədən iman etmək lazım ki, Allahın Rəsulullah müqəddəs kitablar göndərdiyinə, hansı əzəmətli kitabında bizə bildirmişdir, Tövratda, İncildə, Zaburda, Musanın və İbrahimin səhifələrində bizə bildirmişdir. O cümlədən də Peyğəmbərin xəbər verdiyi, bildirdiyi hər bir şeyə nədir? İman etmək lazımdır. Və tövhidin üçüncü qismi isə Allah Subhanahu taalanın ad və sifətlərində olan, yəni tövhiddir ki, yəni hər bir kəs Allahın və Rəsulunun bizə xəbər verdiyi ad və sifətlərə, yəni iman gətirsin. Allah Subhanahu gözəl adlarına, uca sifətlərinə heç bir şək şübhə etməsin. Necə Allah Subhanahu buyurur ki: "Vəlillə əsməl husnə fəd'uhu biha." Ən gözəl adlar Allaha məxsusdur. Bu şəkildə bu adlarla Allahdan dua edin. Yəni Allaha ibadətində şərik qoşmayın. Allah Azze ve Celle buyurur ki: "Huvallahu allazi la ilahe illa huvel melikul kuddusus selamul mu'minun muheyminul azizul cebbarul mutakabbir subhanallah amma yüşrikun." Allahdan başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. Allah Subhanahu adlarından da nədir? Əl-Məlikdir, Əl-Quddusdur. Allah Subhanahu salamatçılığı bəxş edəndir, əminamlığı verəndir, Əl-Muheyminundur, yəni qoruyandır, əzizdir, cəbbərdir, təkəbbürə layiq olandır. Yəni Allah Subhanahu qoşduğunuz şəriklərdən uzaqdır. Yəni Allah Subhanahu bu cür adları varsa, ibadətdə də Allaha heç bir şeyi şərik qoşmalı deyilsən. Həqiqətən Allah ona şərik qoşduğunuz şeylərdən pakdir, müqəddəsdir. Huvallahu xaliqul bariul musavvirul lehul əsməl husna yusabbihu lehu ma fis semavati vel ardi huvel azizul hakim. Allah hər şeyi yoxdan var edən və sürət verəndir. Gözəl adlar, uca sifətlər Allaha məxsusdur. Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. O inilməz qüvvət sahibi və hikmət sahibidir. O cümlədən Allahın gözəl adlarının, uca sifətlərinin mənasına iman etmək lazımdır. Məsələn, Allah Subhanahu adlarında Zul Rəhməti, Zul İlmi, Zul Quddus, Zul Aziz, Zul Həlim. Allah Subhanahu adlarının mənası rəhim sahibi, elm sahibi, qüdrət sahibi, izzət sahibi və həlim və mülayimlik sahibidir. Allah Subhanahu adlarından məsələn Fər-Rəhman sözün mənası mərhəmət deməkdir. O cümlədən Allah Subhanahu ilah sözün mənası ibadətə layiq olan deməkdir. Əl-Əziz sözün mənası Allah hər şeyə qalib gələndir, heç bir şey ona qalib gəlməz mənasındadır. Əl-Rahim sözünün mənası Allah geniş mərhəmət sahibi deməkdir. Əl-Həkim sözünün mənası yəni müdrik, hər bir şeyi Allah Azze ve Celle boşuna yaratmaz, hər bir şey nizam-intizamı üzrə yaratmışdır. Əl-Əlim də sözü heç bir şey Allahdan gizli qalmaz mənasını bildirir. Və Allah Azze ve Celle'dən diləyirəm ki, Allah Subhanahu taala bizi eşidib, faydalanan, qullarından etsin və Allah Azze ve Celle bizi bu dünyadan köçərkən La ilahe illallah Muhammedən Rasulullah kəlməsi deyərək tövhid üzrə Allaha qovuşan qullarına etsin. Hər bir əməlimizdə, ibadətimizdə, təvəkkülümüzdə, sığınmamızda, ibadətin hər növündə Allahı təkləşdirən qullarına etsin. Subhanakallahumma bihamdik əşhədu an la ilahe illə ente estağfiruke və etûbü ileyh. Esselamu aleykum və rahmetullahi və berekatuhu.